Salam dostlar, uzun zamandan sonra bir dərslik videosu gəlir. Bu videoda sizinlə birlikdə səhifə 97, 98 və 99-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Ölçü vahidləri. Bir tapşırığında deyir ki, Arşın Malalan filminə baxmısınızmı? Bu əsərin adındakı arşın sözü nəyi bildirir? Arşın Malalan filminə mən baxmışam və sizə də baxmağı tövsiyə edirəm. Bu əsərin adındakı arşın sözü nəyi bildirir? Bu əsərin adındakı arşın sözü uzunluq ölçü vahidini bildirir. Filmdə Əsgər bəy, arşın malçı, arşınla parçaları ölçür. Deməli, bu uzunluq ölçü vahididir. Öz arşınınla ölçmə. Siz artıq uzunluq ölçü vahidlərini tanıyırsınız. Millimetr, santimetr, desimetr, metr, kilometr. Göründüyü kimi onların hər birinin adında metr sözü işlənir. Metr anlayışı təqribən 200 il əvvəl Fransada meydana gəlmişdir. Bundan 100 il sonra metr və onunla bağlı ölçü vahidləri digər xalqlar tərəfindən də qəbul olundu. O vaxta qədər isə xalqlar müxtəlif şərti ölçü vahidlərindən istifadə edirdilər. Bu ölçü vahidlərindən biri də arşın idi. Arşından əsasən tacirlər parça və başqa materialları ölçərkən istifadə edirdilər. Lakin uzun müddət arşın dəqiq ölçü vahidi olmamışdır. Belə ki, qədimdə insanın yana tərəf uzanmış qolunun barmaqlarından burnuna qədər olan məsafəni bir arşın kimi qəbul edirdilər. Bu ölçü təxminən 70 santimetrə bərabərdir. Lakin insanın öz ölçülərindən və qolun necə açılmasından asılı olaraq arşın dəyişirdi. Bəzən tacirlər bundan istifadə edərək alıcıları aldadırdılar. Belə olduqda hökmdarlar ağac və ya metaldan arşın hazırlatdırıb hamının bir arşını istifadə etməsinə qərar verdilər. Lakin yenə də hər ölkədə fərqli arşınlar istifadə edirdilər. Məsələn, Türkiyədə iki cür arşın var idi. Memar arşını 75,7 sm və çarşı arşını 68 sm. Memar arşınından tikintidə, çarşı arşından isə ticarəti istifadə olunurdu. Rusiyada arşının vahid uzunluğu müəyyən olunmuşdu. Rus arşını 71 sm idi. Üzeyir bəy Hacıbəylinin məşhur Arşın Malalan filmində Əsgər bəy satdığı parçalar belə bir arşınla ölçür. Hər xalqın öz arşınının olması beynəlxalq ticarətdə çətinlik yaradırdı. Odur ki, müəyyən dövrdən sonra xalqlar metrik ölçü vahidlərini qəbul etdilər. İndi dilimizdə öz arşını ilə ölçmək ifadəsi məcazi mənada işlədilir. Biri özü bildiyi kimi öz xasiyyətinə uyğun hərəkət edəndə, başqalarını da bu baxımdan qiymətləndirəndə tez-tez bu ifadəni eşidə bilərik. Məsələn, paxıl adam başqalarını da özü kimi paxıl, xəsis adam başqalarını da özü kimi simic olduğunu düşünəndə, həmin adam haqqında hamını öz arşını ilə ölçür, deyirlər. Keçək səhifə 99-a. 98. Söz ehtiyatı. B. Mətndən çıxış edərək beynəlxalq ticarət ifadəsini izah edin. Beynəlxalq ticarət o deməkdir ki, ölkələrin bir-birindən alış-veriş etməsi. C. Mətndən fərqli rənglərlə verilmiş arşın sözünün işləndiyi cümlələri oxuyun. Hansı cümlədə bu söz ölçmə aləti, hansılarda uzunluq ölçü vahidi mənasında işləmişdir? Gəlin mətndə fərqli rəngli verilmiş arşın sözünün işləndiyi cümlələri oxuyaq. O vaxta qədər isə xalqlar müxtəlif şərti ölçü vahidlərindən istifadə edirdilər. Bu ölçü vahidlərindən biri də arşın idi. Burada arşın uzunluq ölçü vahidi kimi işlənib. Belə ki, qədimdə insanın yana tərəf uzanmış qolunun barmaqlarından burnuna qədər olan məsafəni bir arşın kimi qəbul edərdilər. Burada uzunluq ölçü vahididir. Belə olduqda hökmdarlar ağac və ya metaldan arşın hazırlatdırıb, hamının bir arşını istifadə etməsinə qərar verdilər. Burada arşın ölçmə aləti kimi verilib. Cümlələr bitdi. C. Hökmdarlar nə üçün arşın alətini istifadə etməyə qərar verdilər? Çünki satıcılar alıcıları aldadırdılar.
Kimisində bir arşın 70 santimetr, birisində 71 santimetr, digərində 72 və belə hamıda fərqli idi. D. Hansı arşının uzunluğu daha çox idi? A. Türk memar arşını daha çox idi. 75 santimetr idi. Aha, 71,7 santimetr idi. E. Hər xalqın öz arşının olması hansı çətinlik yaradırdı? Hər xalqın öz arşının olması beynəlxalq ticarətdə çətinlik yaradardı. Azərbaycanda 71 santimetrdir, Türkiyədə isə 68, 75 santimetr idi. Buna görə də beynəlxalq ticarətdə çətinlik yaradardı. Hə, təsəvvür edin ki, parça satanın qolu uzun, alıcının qolu qısadır, alanın qolu qısadır. Parçanı kimin ölçməsi satıcıya sərf edər, özünün yoxsa alıcının? Təbii ki də alanın ölçməsi satana sərf eləyər. Çünki burada məsələn, deyək ki, parça satanın qolu 71 santimetrdir. Alanın qolu da 68 ya da olsun 65 santimetr. Parça satanın qolu uzundur. Bir arşın daha çox arşın verəcək. Daha çox parça verəcək. Ancaq az pul alacaq. Əgər alan ölçsə, həm az parça satacaq, həm də daha çox pul alacaq. Ona görə də alıcının ölçməsi satıcıya sərf edər. İkinci tapşırığında deyir ki, qeyd götürmə ilə qədim ölçü vahidləri adlı mətni dinləyin. Dinlədiyiniz məlumatlar əsasında suallara cavab verin. Gəlin sualları oxuyaq. İki qulac təxminən neçə metrə bərabərdir? İki qulac bir qulac 150 santimetrə bərabər olduğuna görə 150 qulac 300 santimetrə bərabərdir. 2. Hansı daha böyükdür? 2 arşın 1 qarış, yoxsa 1 qulac 2 qarış? 2 arşın eləyəcək. 70 vurur 2 bərabərdir 140. Bir qulac bir qarış isə 20 santimetrdir. Ona görə də 140 üstəgəl 20 bərabərdir 160 santimetr. Birinci 160 santimetr oldu. İndi digərinə baxaq və hansının böyük olduğunu tapaq. Yoxsa bir qulac 2 qarış. Bir qulac 150 santimetrdir və bir qulac 2 qarış. Bir qulac 150 santimetrdir. Ama 2 arşın isə 2 qarış. 2 qarış 20 santimetrdir. Ona görə də 150 üstəlik 2 20 vurulsun 2 eləyəcək 190. Hansı ölçü vahidi yarım kiloqramdan az çəkini göstərir. Girvəngə 400 qramdır və buna görə də yarım kiloqramdan azdır. Yarım kiloqram 500 qramdır. B. Dinlədiyiniz mətndəki məlumatlara və cədvələ əsasən qədim çəki vahidləri adlı informativ mətn yazın. Buradakı məlumatları mətn halına çevirib yazacaqsınız. Məsələn, qədim ölçü vahidinin adı miskal. Məsələn, bunu miskala deyəcəm və digərlərini də sizə bunu uyğun olaraq yaza bilərsiniz. Məsələn, qədim ölçü vahidlərindən biri də miskaldır. Miskal müasir ölçü vahidləri ilə qarşılığı 4,26 qramdır. Miskal daha çox zərgərlik və boyaçılıq işlərində istifadə olunurdu. Digəri batman, digəri pud və siz də buna uyğun yaza bilərsiniz. Keçək səhifə 99-a. 3 tapşırığında deyir ki, sizcə ya eşək ölər, ya şah ifadəsi hansı situasiyalarda deyilir? Ya eşək ölər, ya şah ifadəsi hansı situasiyada deyilir? Ya eşək olar, ya eşək ölər, ya şah.
Mümkünsüz bir iş tapşırılanda veya bir işi edə biləcəyimizi, yerinə yetirəcəyimizi düşünməyəndə bu ifadədən istifadə edilir. Ya şeylər yaşa. Yəni ki, nəsə bir şey olar. Məsələn, tutaq ki, deyirsiniz ki, onsuz da müəllimə yoxlamaz, ona görə tapşırığımı eləməyim. Yəni ki, bu da ona oxşur. Ya eşşək ölər, yaşa. Yəni ki, müəllimə yoxlamaz. Məsəl. Məsəllər müəyyən situasiyalarda deyilən məşhur ifadələrdir. Hər bir məsəlin yaranma tarixçəsi var. Məsələn, heç hənanın yeridir. Situasiya, kimsə söhbətin mövzusuna dəxli olmayan bir söz deyəndə bu ifadə işlədilir. Tarixçəsi, ilk dəfə o olmasın, bu olsun əsərində Məşədi İbadın dilindən deyilmişdir. O olmasın, bu olsun filminə də baxmağınızı tövsiyə edirəm. Çünki mənim də ən sevdiyim Azərbaycanın köhnə filmlərindən biridir. Hətta ən sevdiyim filmidir. Ona görə də sizə də baxmağı tövsiyə edirəm. Burada və bu da orada Məşədi İbad qızı almağa gedəndə orada deyir ki, sən də qədimdə insanlar, yəni keçmişdə öz saçları ağarmasın deyə, indi də eləyirlər bəziləri. Saçları ağarmasın deyə rəng vururdular. Ona görə də Məşədi İbad da qıza deyir ki, qızın da 15 yaşı var. Məşədi İbad qıza deyir ki, sən də rəngi öz saçı rəngləndirirsən. O da deyir ki, yox, mən hələ cavanam, sənsə qocasan. Ona görə də Məşədi İbad onda deyir ki, heç hənanın yeri idi, yəni mən bu sözü dedim. B. Aşağıdakı rəvayəti oxuyun. Sonra Şah İsmayılın sözlərinə diqqət edin. Sizcə bu ifadəni hansı situasiyalarda işlətmək olar? Deyilənə görə bir dəfə Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır. Zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Həmin Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl ona xəbər göndərir. Qılınc həmin qılıncdır, qol o qol deyil. Bunu da hansı situasiyada işlətmək olar? Bunu da məktəbdən, həyatımızdan nümunə gətirə bilərik. Məsələn, tutaq ki, mən bir məsələdir, çətindir və mən bunu həll eləmişəm. Ancaq eyni üsul ilə başqa bir şagird bunu həll eləyə bilmir və deyir ki, məndə cavab alınmadı. Bunda deyilir ki, yəni qılınc həmin qılıncdır, həll yolu həmin həll yoludur. Amma ağıl o ağıl deyil, güc o güc deyil. Yəni burada güc o güc deyil demək istəyir burada. C. Aşağıdakı məsələlərin tarixi ilə bağlı mətnləri dinləyin. Çərçivədə verilmiş kiçik mətnlərə uyğun məsələ tamamlayın. Müəllimimiz məsələləri oxuyacaq və məsələləri lazım olmadan da biz bunları tapa bilərik. 1. Bir dəfə supermarketdə Günay sevimli şokoladını götürüb anasından onu almağı xahiş etdi. Anası dedi, çox şirin yemək sağlamlığımıza ziyandır. Günay anasını qucaqlayıb pıçıldadı. Ana, nə olar? Yalnız bunu. Ana gülümsəyib şokolad qutusunu zəmbilə qoydu və dedi: Yaman hiyləgərsən ha, saqqızımı oğurladın. Yəni ki, saqqızımı oğurladın o deməkdir ki, yəni mən inandırdın da, başa düşdünüz? Yəni ki, inandırdın ki, mən bunu qoyuram. 2. Anarın sürətli skuteri var idi. Həyətdə uşaqlar sürmək istəyəndə verirdi. Heç vaxt paxıllıq etmirdi. Ona görə də bütün uşaqlar anarla dost olmağa çalışırdı. Xüsusilə də aydın həyətə düşəndə yanından ayrılmırdı. Bir gün o skuterini rayonda yaşayan əmisi oğluna bağışladı. Ertəsi gün həyətə düşəndə Aydın ona yaxınlaşmadı. Sanki heç anarı tanımırdı. Anar öz-özünə dedi. Hə, bağda ərik var idi, salam məlik var idi. Bağda ərik qutardı, salam məlik qutardı.
Burada da gördüyünüz kimi bağda ərik var idi. Ardını gətirməlisiniz. Çünki burada 3 nöqtə qoyulub ki, yəni siz ardını gətirəsiniz. 3. Azər Azudil oğlan idim. Tez-tez kinayəli sözlərlə sinif yoldaşlarının xətrinə dəyir, onları ələ salırdı. Bir dəfə Aygül qərara gəldi ki, onu tərbiyə etsin. Səhər görüşəndə mehribancasına dedi: "Salam Azər, necəsən?" Azər yenə kobud cavab verdi: "Sənə nə var, həkimsən?" Bunu eşidən Nəcəf Aygülə dedi: "Fikir vermə. Əqrəbin adəti sancmaqdır." Əqrəbin adəti sancmaqdır o deməkdir ki, yəni məsələn, əqrəb həmişə sancaraq yaşayır. Və təhlükə gəldi, sancır. Nəsə ona yaxınlaşır, sancır. Yəni ki, əqrəb nə olursa olsun elə sancır. Ona görə də burada bu situasiyada bu ifadə işlənilir. Sizcə əli aşından doldu, vəli aşından ifadəsi necə yaranıb? Bu haqda bir tarixçə düşünüb yazın. Mənim fikrimcə, mən belə bir şey yazmışam. Bir kənddə Səməd adında bir adam yaşayırdı. O çox tamahkar idi. Bir gün kənddə bayram şənliyi oldu. Kəndin hörmətli adamlarından olan Əli kəndin sağ tərəfində, Vəli isə sol tərəfində böyük bir süfrə açmışdı. Səməd hər iki süfrədəki dadlı yeməklərdən yemək istəyirdi. O əvvəlcə Əlinin süfrəsinə tərəf getdi. Amma yarı yolda fikirləşdi ki, bəlkə Vəlinin yeməkləri daha yaxşı olar. Səməd geri qayıdıb Vəlinin yanına qaçdı. Orada isə yenə fikrini dəyişdi. O beləcə iki süfrə arasında çoxlu gedib gəldi. Nəhayət o Əlinin yanına çatanda gördü ki, artıq süfrə yığışdırılıb. Qaçaraq Vəlinin yanına gəldi ki, lakin orada da yemək bitmişdi. Beləliklə, tamahkar Səməd ac qaldı. Bunu görən insanlar ona dedilər: "Səməd, sən acgözlük etdin. Əli aşından doldun, vəli aşından da. Yəni sən yemək yeyə bilmədin, ac qaldın." Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.